Mostbet, Pinup, 1xBet, Betbuta, Online Loto. Bir çox insan cəlbedici reklamların təsiri ilə bu saytlara üz tutur və qanunsuz mərc və şans oyunları platformalarının toruna düşür. Bu platformaların əsas məqsədi istifadəçiləri asan qazanc vədi ilə cəlb etmək və onları maliyyə asılılığına sürükləməkdir. Ancaq belə platformaların istifadəçilərə vurduğu ziyan bununla yekunlaşmır. İstifadəçilərin hüquqları və şəxsi məlumatların təhlükəsizliyi ciddi risk altına düşür. Çünki belə platformalar oyunçuların hüquqlarını qorumur. Qanuni mərc oyunlarında udduğu məbləğləri vətəndaşlar rahat şəkildə ala bilirlər. İkinci bir məsələ var ki, problemləri yarandığı halda yerli məhkəmələrə müraciət edib və yaxud da nəzarət edən dövlət qurumuna müraciət edib, konkret olaraq bu halda Azərloteriya müraciət edib, öz şikayətlərini çatdıra bilirlər. Qanunsuz mərc saytlarında oynayanda isə şəxslər udsalar da belə məbləği almaqda çətinlik çəkə bilərlər. Digər burada qorxulu məqamlar ondan ibarət ki, vətəndaşların məlumatlarının paylaşılması halları istisna edilmir. Fərdi məlumatların digər platformalarla paylaşılması vətəndaş hüquqlarının pozulmasına gətirib çıxarır. Və eyni zamanda Azərbaycan Respublikasının qanunvericiliyində, inzibati xətalar məcəlləsində, cinayət məcəlləsində bununla bağlı müddəalar nəzərdə tutulur. Qanunsuz mərc oyunlarında iştirak etməklə bağlı, qanunsuz mərc oyununu təşkil etməklə bağlı, qanunsuz mərc oyunlarının hazırlama, ləvazimatların vermə və s. Bunlar təxminən bəzi hallarda hətta 3000 manata qədər cərimə ilə də nəticələnə bilər. Qeyd edək ki, qanunsuz platformalar həm vətəndaşlar, həm də ölkə iqtisadiyyatı üçün ciddi təhlükə yaradır. Ölkəmizdə qeydiyyatdan keçməmiş şans və mərc oyunları şirkətləri qanunsuz yollarla külli miqdarda gəlir əldə edir, dövlətə vergi ödəmir və tamamilə dövlət nəzarətindən kənarda fəaliyyət göstərirlər. Qanuni və qanunsuz mərc və şans oyunları platformaları arasında fərqləri bilməyən vətəndaşlarsa qanunsuz platformaların tələsinə düşürlər. İnternet resursları, eləcə də informasiya telekommunikasiya şəbəkələrindən istifadə etməklə qanunsuz olaraq qumar və mərc oyunları təşkil edən şəxslərlə bağlı polisə daxil olan hər bir müraciət araşdırılır. Daxil olmuş məlumatlar əsasında polis əməkdaşları tərəfindən həmin şəxslərin qanunsuz hərəkətlərinin qarşısının alınması istiqamətində əməliyyat texniki tədbirlər görülür. Qeyd edim ki, qumar oyunlarının keçirilməsi üçün yer təşkil etmə və ya saxlama işin hallarından asılı olaraq cinayət, eləcə də inzibati məsuliyyət yaradır. Hər bir halda qanuni və qanunsuz mərc və şans platformalarının fərqini oyunçu bilməlidir. Əks halda hüquqları pozulacaq, qazandığı məbləği ala bilməyəcək. Bu zaman vətəndaşlar heç bir rəsmi quruma müraciət edə bilmirlər. Qeyri-qanuni mərc və şans oyunları platformalarının qurbanına çevrilməmək üçün oyunçulara yalnız qanuni platformalardan istifadə etmək tövsiyə olunur.